Əvvəla salam olsun hamınıza. Əlamlakin izləyiciləri, YouTube izləyiciləri, Facebook, Instagram. Bax, başlayaq elə bu binanın həyətindən. Biz hazırda bax, Mehli yaşayış kompleksindəyik. O yaxınlaşdırın, bax, görürsünüz Mehli yaşayış kompleksi. Bax, bu vəziyyətdə bax, belə. Mən bütün bizim izləyicilərə sual vermək istəyirəm. Bax, belə gözəl, səliqəli kompleksləriniz varsa yazsın. Bax, belə. Uşaqlar üçün oynamaq üçün bax, belə bir gözəl əyləncə yeri, söhbətgah, pulsuz maşın parkovkası. Bax, belə bu vəziyyətdə qazdı, suyu, işığı, hər şey tam sakit kompleks istəyən bizlə əlaqə saxlasın. Daxil olaq evin içəri tərəfinə. Bax, bu da bunun giriş hissəsi. Sizə qısa çəkib göstərirəm səliqəni ki, hara gəldiyinizi, niyə gəldiyinizi biləsiniz. Bax, bu bizim qapımız. Bax, bu bizim evimiz. Bax, bu giriş hissəsidir. Bax, bu evdə nə görsəz, hörmətli izləyicilər, nə görsəz qalır. Qoy təmizlikdən başlayaq. Bax, birinci. Bax, gördüyünüz kimi, bax. Bax, belə, hazır. Tam hazır vəziyyətdə. Görürsünüz, bax, bu vəziyyətdə. Bax, belə bir girən kimi içəridə belə bizim böyük otağımızdır. Hər şey hazır vəziyyətdədir, hər şey. Bax, televizor görürsünüz, qalır. Bu əşyalar hamısı qalır. Bax, qarşı tərəfdə də mətbəxdir. Görürsünüz, bax, paltar yanı, nə bilim, aspiratoru, mətbəx mebeli, LG soyuducusu. Bax, belə. Sağ tərəfdə böyük yataq otağı da. Bax, mən sizə deyim, onun ölçüsü bəlkə də 6-nın 3.20-yə, 3.50 olar, bax, belə. Eyni ölçüdə də bura. Bax, görürsünüz, hörmətli izləyicilər. Bir ev 66 kvadratdır, qiymət 89.000 AZN. Bax, kondisioneri, bax, bu vəziyyətdə, hər şey hazır vəziyyətdədir. Bax, bu da bunun kombisi. Bax, görürsünüz, o kombisidir. Buradan da baxırsınız, bu həyat evlərinə gözəl. Təzədən qayıdıram qonaq otağına. Qiymət dedim 89.000 kvadrat dedim, ərazini çəkdim. Sənət bir dəqiqə faktiki müqavilədir, amma bu qısa müddətdə əslində bu ay verilməliydi, elə gözləyirik. Qufçasın. Sağ olun, salamat qalın, gələn görüşlərə qədər.